Dostlar, tarihi bir vagon eksponat var Bakı metrosunun balansında. Bu A tipli vagon 1934-cü ildən 1937-ci ilə kimi istehsal olunmuşdur. 1935-ci ildə Sovet İttifaqının ilk metropoliteni Moskva metrosunun açılışı üçün layihələndirilib bu vagon. Bu vagon Bakı metrosunda heç bir vaxt fəaliyyətdə olmayıb, çünki bildiyiniz kimi Bakı metrosu 1967-ci ildə açılmışdır dostlar. Sovet şəhərləri arasında Bakı 5-ci şəhər idi ki, metro açılmışdır. 1935-ci ildə Moskvada, 1955-ci ildə Leningradda, 1960-cı ildə Kiyevdə, 1966 Tbilisi və bir ildən sonra 1967-ci ilin 6 noyabr tarixində Bakıda metro açılmışdır dostlar. Sovet dövründə səhv eləmirəmsə 17 stansiya tikilmişdir, fəaliyyətə başlamışdır və bu 17 metro stansiyası 24 il ərzində tikilmişdir dostlar. Müstəqillik dövründə isə 1991-ci ildən 2025-ci ilə kimi, yəni 34 il ərzində 8 yeni stansiya əlavə olunmuşdur xətlərə. Ümid edirik ki, yeni xətlər də açılacaq. Bakı metrosu hər gün istifadə etdiyim nəqliyyat növüdür və çox sevdiyim nəqliyyat növüdür və Bakıya metro yaraşır dostlar.